Salam, hər vaxtınız xeyir olsun. Bugün belə bir video çəkmək istədim. Bilirik ki, 3-cü blok imtahanına az qalıb. Həm bu il, həm də gələcək illərdə imtahan verəcək şagirdlər üçün inşallah xeyirli və faydalı video olar. Biz ümumiyyətlə bilirik ki, ingilis dilində imtahan verənlər çox yaxşı bilirlər ki, söz öyrənirlər. Yəni ingilis dilindən söz öyrənirlər mütləq şəkildə. Və onların söz bazaları mütləq şəkildə yaxşı olmalıdır ki, imtahanda yaxşı verə bilsinlər. Lakin iş Azərbaycan dilinə gələndə bu söz öyrənmək məsələsi o qədər ciddiyə alınmır. Yəni ki, şagirdlərdə mənim gördüyüm məqamlardan biri də bu idi. Mən hər dəfə öz şagirdlərimə söz öyrədirəm. Bilirsiniz ki, dərsliklərin arxasında da var. Təbii ki, yuxarı sinif şagirdləri bunu yaxşı bilərlər ki, söz boğçaları olan hissələrdə, amma aşağı siniflərdə elə sözün mənaları kitabın arxasında verilir. Həmçinin həm müəllimlərə, həm də ki, şagirdlərə faydalı ola biləcək kitablar var, lüğətlər var ki, sizin stol üstü lüğətlərinizə çevrilməlidir. Bugün onlardan danışacağam. Birinci ilə dimin öz lüğətidir. Orfoqrafiya, orfoepiya lüğəti inşallah güman edirik ki, bu il təzəsi çıxar. Yəni yaşıl üzlüdür. İndi hal-hazırda sizə bunu göstərəcəm. Çünki onun PDF forması məndə var. Təzə kitabın, yəni PDF formasında salmışam. Mütləq şəkildə orfoqrafiya, orfoepiya lüğəti sizdə olmalıdır. Təbii ki, bilirik, hal-hazırda tətbiqlər də var. Yəni ki, Azlex məsələn Google-dan baxa bilirsiniz, yaxud da müəyyən tətbiqlər var ki, oradan həm mənaları, sözlərin mənasını, həm də orfoqrafiya, orfoepiyaya baxa bilirik. Amma ki, mənə elə gəlir ki, kitablarla işləmək daha faydalıdır. Yəni mənim üçün daha rahatdır, belə deyim. Daha sonra məndən həmişə soruşulur bu Cəfər Zöhrəbovun kitabı. Hal-hazırda nəşri tükənib, doğrudur. Yəni bu kitabda da sözlərin orfoqrafiyası, orfoepiyası, sözün mənaları yer alır və ümumiyyətlə mən uşaqlara dərs keçərkən həmişə uşaqlardan sözlər soruşuram. Hissə-hissə sözlərin mənalarını verirəm və onları soruşuram. Yəni ki, bəzi çətin sözlər var. Məsələn deyirəm, apatiya nədir, ajiotaj nədir, nə bilim, abqora nədir məsəl üçün. Amma ki, bir çox şagirddə bu söz problemi olduğuna görə, yəni ki, heç olmasa müəllim belə soruşmasa özünüz mütləq şəkildə lüğət formasında götürün dəftərinizə qeyd edin. Yəni söz bazası olması çox vacibdir. Yəni mən hər dəfə vurğulayıram öz şagirdlərim üçün. İstədim sizə də deyim. Daha sonra mənim soslu lüğətlərimdən biri olan, indi sizə göstərim, antonimlər lüğətidir. Antonimlər lüğəti də var məndə. Azərbaycan dilinin amonimlər lüğətidir. Gördüyünüz kimi burada qeydlər aparmışam. Amonimlər lüğətində də düzdür, yenə deyirəm, tətbiqlərdə də baxa bilirsiniz. Amma ki, burada kağız formasında olarkən bizim qeyd aparmağımız daha rahat olur. Həm də ki, bizim gözümüzün qabağında olduğuna görə daha rahat olur. Amonimlər lüğəti bilirik ki, çox vacibdir. Çünki hər dəfə də imtahana düşür. Amonimlər mütləq şəkildə düşür. Azərbaycan dilinin frazologiya lüğəti. İşte elə frazoloji birləşmələr sizin qabağınıza çıxa bilər ki, siz onu ümumiyyətlə heç bir testdə görməmisiniz. Bəs bunu necə biləcəksiniz? Hər dəfə açıb oxumaqla. Hər dəfə açıb oxuyun. Yəni ki, hansı sözlərin mənasını bilmirsiniz, qeyd eləyin. Kağıza yazın, harasa yapışdırın, gözünüzün qabağında olsun əsas odur. Yəni necə olursa olsun, hansı yolla olursa olsun, söz öyrənməyə cəhd göstərin. Yəni gözləməyin ki, müəllim mənə versin, mən öyrənim. Yəni ki, yay tətildə yaxınlaşır, yayda da hər dəfə, yəni sizin ingiliscə məsələn necə deyirlər? Hər gün 5 söz öyrən. Azərbaycan dilində həmçinin. Bilmədiyimiz o qədər söz var ki, götürün o sözləri öyrənin və gündəlik həyatda işlətməyə çalışın. Yaxud özünüz üçün yazılar yazın, o sözləri işlətməyə başlayın. Onda sizin üçün daha rahat olacaq və daha yaxşı sizin yadınızda qalacaq. Yəni belə bir məsləhət xarakterli, belə deyim, video çəkmək istədim. Həmçinin bu kitabları əldə edə bilərsiniz. Bütün kitab mağazalarında var, bir kitabdan başqa. Dediyim kimi nəşri tükənib. Bu videonu çəkməklə həm sizə məsləhət vermək istədim, həm də gələcək illərdə imtahan verən şagirdlər üçün bir faydalı video olar deyə düşündüm. Mütləq